Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Mən bugün deməli qiymə ətdən, mal ətindən, dana ətindən dönər hazırladım. İskəndər dönəri Türk mətbəxinə aiddir. Əziz izləyicilərim, çox dadlı olur. Hazırlama qaydasını sizinlə bölüşmək istəyirəm və keçirəm hazırlama qaydasına. Dana ətini ət maşının xırda gözündən keçirtmişəm. Buraya əlavə elədim soğan, duz, istiot, sarı kök, bir də qırmızı şirin bibərin tozunu. Bir də ki qatıq da əlavə eləyirəm və yaxşı qatışdırdım. Soğanın suyunu biraz sıxmaq lazımdır ki, çox sulu olmasın. Deməli, yaxşı qatışdırdım. Ondan sonra bir parça yağlı kağız götürüb, ətdən bir hissə qoydum kağızın üzərinə, əlimlə biraz yaslayıb və üzərinə daha bir parça yağlı kağız qoyub, oxluqla yaydım. Yəni, nazik şəkildə çalışın, çox nazik olsun ki, bacardığınız qədər nazik olsun ki, həm tez bişsin, həm yaxşı bişsin. Yayandan sonra üstəki yağlı kağızı yavaşça götürürəm, ət yapışmasın ona. Deməli, yerdə qalan əti altdakı kağızla bərabər rulet şəklində, baxın videoda göründüyü kimi bükdüm. Hamısını hazır eləyəndən sonra qoydum, deməli, sobanın distinə və 180-200 dərəcədə, haradasa 20-25 dəqiqəyə bişəcək, qoydum bişməyə. Bu arada dönərin içliklərin, tərvəzlərini doğrayıram. Qırmızı soğan doğradım, duz və nədir onun adı? Sumaq. Sumaq vurdum, qatışdırıram. Pomidor xiyarı da doğradım. Əziz izləyicilərim, bu zövqə görədir. Kim istəyər duzlu xiyar da dönərin arasına vura bilər. Göyərti. Kimin ağız dadına uyğunda, kimin ağız dadı necədir elə. Ətlər bişdi, kağızlardan ayırdım və təzdən bir də göndərirəm sobaya ki, biraz da qızarsın. Qızarmayan tərəfləri qızardı. Mən az qızartdım, soçunu götürdüm. Siz istəsiniz daha çox saxlayıb sobada daha çox qızardarsınız. Ondan sonra xırda doğradım bu ətləri. Əziz izləyicilərim, deməli, resepti videonun alt bölməsində yazacağım inşallah. Doğradım və yığıram nimçəyə. Doğradığım ətin hamısını bir nimçəyə yığdım. Baxın, necə soçnudur, yağı, ət yağlı idi. Əgər kimdə ət yağlı olmasa, biraz duru yağ əlavə elə bilər ətə. Mən lavaşda hazırladım dönəri. Siz istəsəz çörəkdə də hazırlaya bilərsiniz. Əvvəlcə lavaşın üzərinə, deməli, listəki ətin yağından biraz vurdum. Siz istəsəz mayonez vura bilərsiniz. Və doğradığım əti yığdım lavaşın üzərinə. Soğan, pomidor, xiyar əlavə elədim. Yenə təkrar eləyirəm. Kim istəsə göyərti, duzlu xiyar vura bilər. Duz istiot vurmuram pomidor xiyara. Çünki əti biraz duzlu istiotda eləmişəm. Və bükdüm. İki yerə böldüm. Baxın. Necə çox dadlı. İnanın, doğrudan dadlı alınır. Yəni, bu ət elə bir ki, kabab dadı verir. O dərəcədə dadlı olur. İnşallah siz də hazırlayın. Güman edirəm ki, bəyənərsiniz. İnşallah Allah hamının evinə bol ruzu bərəkət versin. İnşallah hazırlayan hamıya nuş olsun deyirəm. Sağ olun, sağlıqla qalın.